19-cu əsrdən başlayaraq Çar Rusiyasının Azərbaycanda hökmranlıq etdiyi ərəfələrdə xanlıqlardan qalma bir neçə idarəetmə orqanı saxlanıldı ki, bunlardan da biri kənd icmasının fəaliyyəti idi. Əsasən bu icma əhali arasında mövcud olan iqtisadi, hüquqi və məişət münasibətlərini nizama salan birlik sayılırdı. Vaxtın az olmasını nəzərə alaraq hüquqi cəhətdən bu birliyin fəaliyyət dairəsini genişləndirən və ya məhdudlaşdıran qərarlardan danışmırıq. Yalnız birindən başqa. Mövzumuz kəndxudalardır. Kəndxuda bir və ya bir neçə kəndə başçılıq edən rəhbər vəzifələrindən birini daşıyırdı. Bir müddət kənd icması tərəfindən gizli səs vermə yolu ilə seçilən belə adamlar təxminən 3 il müddətinə qədər çalışa bilərdi. Sonralar yerli sakinlər içərisində xeyli nüfuza sahib olan şəxslər uzun müddətli kəndxuda vəzifəsinə seçilməyə başladılar. Əsas simalardan biri sayılan bu vəzifə sahibləri torpaqdan istifadə işlərinə, suvarma sisteminə, vergilərin bölünməsinə və yığılmasına, eyni zamanda hüquqi məsələlərdə dövlətin səlahiyyətli nümayəndəsi olaraq söz sahibi sayılırdı. Kənd icmasının ağsaqqalı sayılan belə şəxslər fəaliyyəti dövründə həm çar məmurlarına, həm də kənd sakinlərinə hesabat verməkdə, həmçinin ortaya çıxan problemləri həll eləməkdə borclu idilər. 1917-ci ildə Çar Rusiyası dağıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yəni 1918-1920-ci illərdə bu sistem bir növ davam etdirilsə də, bu vəzifə tam rəsmi adla tanınmadı. 1920-ci ildə Sovet Rusiyası hakimiyyətə gəldikdən sonra isə bu sistem tamamilə dağıdıldı və vaxtı ilə kəndxuda vəzifəsində çalışmış şəxslərin bir çoxu bu hökumət orqanları tərəfindən istismarçı yaxud qolçamaq adı altında repressiyalara məruz qalaraq sürgün edilmiş və ya güllələnmişdilər. Sovet hökuməti dövründə bu vəzifəni ilk vaxtlarda kolxoz və savxoz sədrləri icra etməyə başlasalar da, sonralar hökumət tərəfindən bütün kəndlərdə kənd soveti adlanan yerli orqan yaradıldı. Bu orqana başçılıq edən şəxsləri artıq kəndxuda adı altında deyil, rəsmi olaraq kənd sovetinin başçısı, qısaca kənd soveti adlandırmağa başladılar. Bu vəzifə yalnız 1991-ci ildən Sovet hökuməti dağıdıldıqdan və doğma Azərbaycanımız yenidən müstəqillik əldə etdikdən sonra dəyişdirilərək kənd yaxud qəsəbə icra nümayəndəliyinin sədri kimi tanınmağa başladı. Mövzumuz Zirə kəndi ilə bağlı olduğundan elə biz də bu barədə, yəni vaxtilə bu kəndə başçılıq etmiş şəxslərdən və onların fəaliyyətindən danışacağıq. Beləliklə, bir qədər əvvəldən bilinən tarixi dövrdən başlayaq. O dövrdən ki, hələ Çar Rusiyası Azərbaycanda hakimiyyət nöqteyi nəzərindən tüğyan edir, öz xain qanunvericiliyini ölkəmiz üzərində həyata keçirirdi. 19-cu əsrin 80-ci illərindən daha dəqiq desək, 1883-cü ildən indiki qədər ərazi cəhətdən çox da böyük olmayan Zirə kəndində kəndxuda adı altında fəaliyyət göstərən şəxs Məşədi Hüseyn Əkbəroğlu olur. Məşədi Hüseyn bu kənddə 1883-cü ildən 1923-cü ilə qədər olan müddətdə fasilələrlə bir neçə dəfə kəndxuda vəzifəsinə təyin olunur. Fəaliyyəti illərində Bakı və Bakı ətrafı kəndlərdə olduqca təhlükəli olan yoluxucu bir xəstəlik yayılır. Kənd sakinləri demək olar ki, onun ciddi cəhdlə qəbul etdiyi qərarları və qərarlara nəzarəti sayəsində bu vəziyyətdən çıxmağı bacarır. Digər həyata keçirdiyi təşəbbüsü dövlət tərəfindən Zirə sakinlərinə kiçik həcmli gəmilərin ayrılması olur ki, bu da insanların kənd təsərrüfatından əldə etdikləri məhsulları şəhər bazarlarına rahat şəkildə çıxarılması ilə nəticələnir. Onun digər əsas fəaliyyəti 1918-ci ildə ermənilərin Bakıda törətdikləri qətliam zamanı olur. Belə ki, həmin ərəfələrdə Məşədi Hüseyn Zirə sakinlərindən ibarət 71 nəfərlik bir dəstə ilə ermənilərlə döyüşmək üçün Bakıya yollanır. Dəstədən bu döyüşlərdə bir neçə nəfər adamı yaralansa da təəssüf ki, 3 nəfər kənd sakini ermənilər tərəfindən qətlə etirilir. Qətlə etirilənlər isə bir ailədən olan 3 qardaş. Babayev Qəni Şabanoğlu, Babayev Rəhman Şabanoğlu və Babayev Mirzə Zaman Şabanoğlu olur.
20-ci əsrin əvvəllərindən 30-cu illərə qədərki dövrdə daha 3 nəfər Zirə kənd sakininin məhz bu kəndə başçılıq etdiyi bildirilir. Adları məlum olan, amma fotoları aşkar olunmayan bu adamlar Əlirza Saydıqoğlu, Məhəmməd Xankişioğlu və Dost Məmməd Xankişioğlu idi. Onlardan Əlirza Saydıqoğlunun 1900-cü ildən 1910-cu ilə qədərki fəaliyyəti nisbətən yadda qalan olur. Bilərəkdən cinayət törədən, yaxud oğurluq edən şəxslər onun vasitəsilə indiki Cümə məscidinin yanına gətirirlər. Məscid meydanında yerləşdirilən hündürlüyü 2 metr, eni 60-70 sm olan kiçik bir qaya parçasına bağlandıqdan sonra şallaqlanardı. Belə bir vəziyyət isə həmin dövrün tələbindən irəli gəlirdi. İrəliyək 20-ci əsrin 30-cu illərinə, sözün əsl mənasında Sovet hökumətinin ən təlatümlü illəri. 30-cu illərdə təxminən 5 nəfər şəxs ayrı-ayrılıqda qısa fasilələrlə Zirə kəndinə başçılıq edir. Əliyev Mirzə Hüseyn Daşdəmiroğlu, Pənahlı Soltan Əlimərdanoğlu, Əliyev Hüseyn Bala Həbibullahoğlu, Əliyev Qəhrəman Əli Mirzəoğlu və Novruzov Hümmətəli Novruzəlioğlu bu illərdə Zirə kəndinə başçılıq etmiş şəxslər olur. Onlardan Hümmətəli Novruzov haqqında ötən verilişimizdə kifayət qədər məlumat vermişdik. Mirzə Hüseyn Əliyevə gəldikdə isə o da bəzi kənd fəalları kimi aclıq illərində bir çox ailələrə yardımı ilə yadda qalır. İndi isə sözü gedən əsrin 40-cı illərindən, daha doğrusu bu illərdə çalışan kənd başçılarının siyasından və eləcə də fəaliyyətlərindən danışaq. Bu 10 illikdə də bir neçə şəxs qısaca da olsa Zirə kəndinə başçılıq etmə imkanlarına sahib olur. Əmirov Əliməmməd Xankişioğlu, Qafarov Seyfullah Həmidoğlu, Baxşev Ağateyyub Məmmədəsənoğlu, Quliyev Balağa Rızailəoğlu və Məmmədov Haşım Səmədoğlu bu şəxslərin sırasına daxildir. Bu 5 nəfərdən biri olan Haşım Məmmədov Zirə kəndində ən uzun müddətli başçılıq etmiş şəxslərdəndir. Təxminən 40-cı illərin sonundan 1961-ci ilə qədər və bu günə qədər də o gördüyü işlərlə bağlı sakinlər tərəfindən xüsusi rəğbətlə xatırlanır. 40-cı illərdə Zirə kəndinə başçılıq etmiş Əliməmməd Əmirovun fəaliyyəti bir qədər fərqli qiymətləndirilir. O, 2-ci Dünya müharibəsinin sonuna bir müddət qalmış. Daha dəqiq desək, 1944-cü ildə ilk dəfə Zirə sakinlərini daimi elektrik enerjisi ilə təmin etdirir. Elektrik enerjisi ilə Zirə kəndinə məhz onun təşəbbüsü ilə çəkilir. Müharibənin ən gərgin vaxtlarında həyata keçirilən bu iş zamanı işçi qüvvə kimi yuxarı sinif şagirdlərindən və zəhmətkeş qadınların əməyindən istifadə olunur. Artıq 60-cı illərdə Zirə kəndi tamamilə qəsəbə statusuna keçirilmişdi. Bu 10 illikdəki rəhbərlər siyasında Bayramov Əli Güləlioğlu və Pənah Əliyev Abutalıb Əlimərdanoğlu yer alır. Əli Bayramovun atası, dövrünün sayılıb seçilən ruhanilərindən sayılan Molla Güləli, hətta bir zamanlar Zirə kəndində öz şəxsi hesabına mədrəsə inşa etdirmiş, sonralar da bu mədrəsədə adlı sanlı ruhanilərin yetişməsinə zəmin yaratmışdı. 70-ci illərə irəlilədikdə isə daha 2 nəfərin qəsəbəyə başçılıq etdiyini görürük. Bu 2 nəfər hamının yaxşı tanıdığı Əliyev Orucqulu Məşədi Babaoğlu və Nəcəfov Hacıağa Nəcəfqulu oğlu idi. Adları keçən hər iki şəxsin özünə məxsus şəkildə iş fəaliyyətlərinə nəzər salaq. 1975-ci ildə qəsəbədə ilk abidə kompleksinin açılışını həyata keçirən şəxs məhz Orucqulu Əliyevdir. 2-ci Dünya müharibəsində itkin düşən 223 nəfər Zirə sakinlərinin adına inşa edilən bu abidədə hətta böyük bir lövhə üzərində adları da yazılır. Çalışdığı illər ərzində qəsəbədəki iqtisadi inkişafın artırılması üçün yeni təkliflərlə çıxış edir və bu təkliflərin icra olunmasını təmin edir. 70-ci illərdəki digər başçı Hacıağa Nəcəfov ən çox kənd sakinlərinin mənsub olduğu nəsilləri səlis şəkildə bilməklə tanınır. Az öncə sözü gedən 223 nəfərlik siyahı 1975-ci ildə elə onun tərəfindən yazılaraq günümüzə qədər çatdırılır. –20-ci əsrin sonuna az qalmış bir dövrdə, yəni 80-ci və 90-cı illərdə qəsəbəyə başçılıq etmək üçün bu şəxslər təyin olundu. Əliyev Əbdüləli Güləlioğlu, Cabbarov Oqtay Qasımoğlu, Mirzəyev Mustafa Əli Surəoğlu və Əliyev Taqif Balağoğlu.
Əsasən Əbdüləli Əliyev 1924-cü ildə Zirə kəndində inşa edilmiş köhnə 120 nömrəli məktəbin direktoru kimi tanınır. Bu haqda sonra. Oqtay Cabbarovun çalışdığı illər isə Sovet hökumətinin dağıldığı illərə təsadüf edir. Bir qədər dəqiq desək, 80-ci illərin sonu, 90-cı illərin əvvəli. Vəziyyətdən lazımınca istifadə edən bu şəxs fərdi tikinti üçün nəzərdə tutulmuş torpaq sahələrinin rəsmiləşdirilməsində, sənədlərinin tam olaraq hazırlanmasında Zirə sakinlərinə təmənnasız xidmətləri ilə yardım edir. 90-cı illərdə başçılıq səlahiyyətlərini daşıyan və həyata keçirən digər şəxs xatirələrdə bir qədər fərqli qalan Mustafa Mirzəyevdən danışaq. Bir müddət 1991-ci ildə ləğv edilən Bakı Şəhər Xalq Deputatları Sovetində çalışan Mustafa Mirzəyev qəsəbə daxili yollarda asfalt örtüyünün vurulmasını, burada ilk dəfə təcili və təxirə salınmaz tibbi yardım stansiyasının açılmasını, eləcə də bu stansiyaya 2 yeni avtomobilin alınmasını çətinlik də olsa həyata keçirir. O, bundan əlavə ilk dəfə hal-hazırda fəaliyyət göstərən Zirə Müalicə Diaqnostika Mərkəzinin əsasını qoyur. Olduqca böyük çətinliklər sayəsində ərsəyə gətirilən bu mərkəzin tikintisi bir müddət sonra yarımçıq saxlanılır. Tikinti işləri yalnız 2008-ci ildə dövlət tərəfindən tamamlanaraq sakinlərin istifadəsinə verilir. Mustafa Mirzəyev 90-cı illərdə keçmiş Artyom, indiki Pirallahı rayonunun inzibati ərazisindəki Pirallahı qəsəbəsinə də başçılıq etmiş, orada da çoxsaylı təmir və tikinti işləri həyata keçirmişdi. Zirə qəsəbəsində uzun müddət başçı olaraq çalışanlardan biri də Əliyev Taqif Balağoğlu olur. 90-cı illərdə Taqif Əliyev sonralar Zirə Mədəniyyət evinə çevriləcək Zirə Mədəniyyət klubunun təməlini qoyur. Bundan sonra ilk dəfə musiqi, dərzi işi, rəssamlıq və digər bir neçə dərnəklər rəsmi olaraq fəaliyyətə başlayır. Taqif Əliyevdən sonra bu qəsəbənin başçılığı etimad göstərilərək Hüseynov Rasim Ağasəlim oğluna həvalə edilir. Müəyyən müddət Xəzər rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Rasim Hüseynov vəzifəsini bu gün də davam etdirməkdədir. Ona işlərində uğurlar, xatirələrdə qalacaq işlər və yeniliklərlə dolu olan layihələr arzu edirik.